Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün sizlərlə buraxılışa dəfələrlə düşmüş, demək olar ki, hər il düşən 12 mövzudan müəyyən suallara baxacağıq. Bu suallar əlbəttə ki, dimin standartlarına tam uyğun və elə ötən illərin buraxılış imtahanlarından götürülmüş suallar olacaq. Məqsəd sizə buraxılışda dəstək olmaqdır. İlk sualla başlayaq. Bilirik ki, hər il istisnasız şəkildə demək olar ki, hər il bir ədəd kompleks ədəd sualı düşür. Və bizə bu sualda deyir ki, z kvadrat plus 4 bölünsün z plus 2i plus z kvadrat plus 16 bölünsün z plus 4i bərabərdir 18 plus 2i ifadəsinə əsasən z kompleks ədədinin həqiqi hissəsini tapın. Biz bilirik ki, z kompleks ədədi a plus bi formasındadır. Yəni bu nə deməkdir? Həqiqi hissədən və xəyali hissədən ibarətdir. Mən bu suala baxanda birinci ağlıma nə gəlir? Müxtəsər formanı yaxşı biliriksə, görürük ki, burada oxşarlıq, nəsə bir uyğunluq var. Amma bu uyğunluğu məlum etməmişdən əvvəl bilməliyik ki, i kvadrat bərabərdir mənfi 1-dir. Yəni, xəyali ədəd nə deməkdir? Kvadratı mənfi 1-ə bərabər olan yeganə ədəd. O zaman mən bu ifadəni z kvadrat minus 4i kvadrat kimi yazsam, bir şey dəyişməz. Bölünsün z plus 2i. Üzərinə gəlsin. Bunu da z kvadrat minus 16i kvadrat kimi yazıram. Yenə bir şey dəyişməz. Z plus 4i bərabərdir 18 plus 2i. İndi gəlin baxaq. Bu ədəd eləyir z minus 2i vurulsun z plus 2i. Aşağıda da z plus 2i. Üzərinə gəlinsin. Z minus 4i vurulsun z plus 4i. Bölünsün z plus 4i. Gəlin ixtisarlarımızı edək. Bunlar ixtisar gedər, bunlar ixtisar gedər. Yuxarını silirəm. Yuxarını silirəm. Yerdə nə qalır? Qalır ki, z minus 2i plus z minus 4i bərabər idi nəyə? 18 plus 2i'yə. İndi buradan 2z minus 6i bərabərdir 18 plus 2i. Buradan da z bərabərdir 18 plus 8i böl 2 alarıq. Yəni z bərabərmiş 9 plus 4i'yə. İndi bizdən həqiqi hissəni soruşur. Biz dedik ki, həqiqi hissə a-dır. Yəni i'siz olan hissədir. O da neçədir? 9. Yəni cavabımız olur 9C variantı. 2021-ci ildə buraxılışa düşüb bu sual. Bilir ki, planimetriyadan ya üçbucaq ya çevrə hər il düşür. Əksərən belə salırlar. Məsələn, tutalım ki, 3 mart 9 mart imtahan varsa 3 marta çevrə, 9 marta üçbucaq və yaxud da 3 marta üçbucaq, 9 marta çevrə. Amma bunların ikisindən birin hər zaman imtahana salırlar demək olar. Birinci suala baxaq. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə bir dənə qələmin rəngini dəyişək. Nə rəng edək? Məncə bu rəng yaxşı olar. Pis deyil. Mərkəzi O nöqtəsində olan çevrədə AD və AC çevrəyə toxunanlardır. AD və AC çevrəyə toxunanlardır. AOC bura 70 dərəcədir. ABC-ni tapın. ABC bizdən bu bucağı istəyir. Gəlin baxaq görək necə tapırıq. Bura 70-dir. Biz bir qaydanı bilməliyik. Bilirik ki, bir nöqtədən çıxan toxunanlar, yəni çevrəyə toxunma nöqtələri, bu toxunanlar bərabər olacaq. Çünki eyni məsafədə toxunurlar. O zaman bura bərabər oldu. Bu aydın məsələ. Və bilirik ki, toxunanla radius 90 dərəcəli bucaq əmələ gətirir. Gəlin bunu qırmızı edək ən yaxşısı. Rahat da görünsün hər yerdə. Bilirik ki, 90 dərəcə əmələ gətirəcək. Bura 90 isə bura neçə olur? 20 dərəcə. O zaman bura bərabər. Bura bilirik ki, 20 olaraq bölünəcək. Çünki bunu da bilirik ki, toxunanlar arasından çevrənin mərkəzinə çəkilmiş həmin o düz xətt tənbölən rolunu oynayır. İndi bura 20-dirsə, avtomatik bura olur 40. Burada 90. Bizdən buranı istəyir. Düzbucaqlı üçbucaqda bizə verilib ki, 90,
40. Avtomatik bura neçə qalacaq? 50 dərəcə. Bizdən də elə o 50 dərəcəni soruşurdu. Cavabı tapdıq. Yox, əgər bizə üçbucaq sualı düşsə nə eləyəcək? Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından birinin tangensi 0,75-dir. Bir dənə düzbucaqlı üçbucaq çəkək. A, B, C olsun. Deyir ki, iti bucaqlarından biri, məsələn, buranın tangensi 0,75-dir. Bu nə deməkdir? A bölünsün B bərabərdir 0,75. O da 4'də 3 deməkdir. Yəni A 3K'dır, B 4K'dır. Avtomatik C neçə olacaq? 3, 4, 5K. Pifagor ədədlərinə görə də tapa bilərsiniz, Pifagor teoreminə görə də tapa bilərsiniz. İndi bizə deyir ki, perimetri 24'dür. Yəni 3K plus 4K plus 5K bərabərdir 24. 12K bərabərdir 24. K bərabərdir 2. Deməli, üçbucağımız 6, 8, 13 bucağı imiş. Bizə deyir ki, daxilinə çəkilmiş çevirən radiusunu tap. Daxilinə çəkilmiş çevirən radius düsturu nə idi? Kiçik eri bərabərdir A plus B minus C bölünsün 2. Yəni, katetlərin cəmi çıxılsın hipotenuz bölü 2. Yəni, R bərabər olar o zaman. Yazarıq ki, 6 plus 8 çıx 10 bölü 2. 14 çıx 10, 4 verər. Onu da 2'yə böldükdə cavab 2 olar. Deməli, radiusu tapdıq 2. Bu sualda getdi. Üçüncü sual, bu da demək olar hər il düşür. Funksiya və qrafiklərdən belə bir sual seçmişik. Əlbəttə ki, siz gedib kvadratik funksiyanın, modul funksiyanın və s. düsturlarında təkrarlamalısınız. Və əlavə olaraq qeyd edim ki, daha böyük bir təkrar videomuz gələcək inşallah. Hazırlansa, qismət olsa paylaşacaq. Bütün buraxılışa düşən natural ədədlərdən ehtimala kimi bütün mövzuların qısa izah kimi bir videoda, 1-2 saatlıq filan təkrarla bütün mövzuları təkrarlayacaq. Devam edək. Deyir ki, bizə y bərabərdir. Bu funksiyanın qrafikdən əsasən emin ola biləcəyi qiymətlərin cəmini tapın. Biz xətti funksiyada iki şey bilməliyik. Bir, bura bizə B verir. Burada bizə K verir. Emin ola biləcəyi qiymətlər deyir. Biz bilirik ki, bu bucağın tangensi bizə K-nı verir. Və yaxud da onu bilməsək belə bilirik ki, əgər ki artan istiqamətdə gedirsə, görürük ki, x-ə qiymət verdikcə, x-in qiyməti artıqca y də artır. O zaman K avtomatik müsbət olur. Sıfırdan böyük olur. Həmçinin bu ifadəyə x-ə 0 verdikdə B-miz neçə alır? Müsbət bir şey alır. O zaman B də böyük olmalıdır sıfırdan. Gəlin də bunu yazaq. Yazırıq ki, 4m minus m kvadrat plus 12 böyükdür 0. Həmçinin digər yandan da 10m minus m kvadrat minus 16 böyükdür 0 olmalıdır. Hər tərəfi mənfiyə vururam. M kvadrat minus 4m minus 12 kiçikdir 0. Bu tərəfdən də alırıq ki, m kvadrat minus 10m, bunu da mənfiyə vururam, plus 16 kiçikdir 0. Gəlin bunu köklərinə ayıraq. M, burada da nə kimi ayırsam cəmi mənfi 4, hasili mənfi 12 verir. Əlbəttə ki, mənfi 6, müsbət 2 formasında. Deməli, bizim burada nöqtələrimiz neçə olacaq? Biri mənfi 2, biri müsbət 6. Burada bəs nöqtələrimiz neçə olacaq? Ayırsaq, görürük ki, m, mənfi 8, mənfi 2. Bu da ki, kökləri 2, 8 olur. Deməli, intervallarımızı çəkdik. İndi gəlin qiymət qoyaq. Burada məsələn 0 qoyarıq. 0 qoyduqda mənfi olacaq. Mənfi 2-dən böyük bir şey qoysaq, daha doğrusu kiçik bir şey qoysaq, müsbət olacaq. 6-dan da böyük qoysaq, müsbət olacaq. Deməli, bu aralığımız oldu. Mənfi 2, 6. Yəni, buradan m-in ala biləcəyi qiymətlər mənfi 2, 6. Gəlin bura baxaq. Məsələn, 5 qoysaq. 5 qoysaq görürük ki, mənfi olur. 2-dən kiçik qoyduqda müsbət, 8-dən böyük qoyduqda müsbət. Burada isə 2, 8 aralığı. Bizə deyir ki, m hansı qiymətləri ala bilər? İndi gəlin baxaq. Bu şəkildə də yaza bilərəm. Artıq yuxarına silirəm. Bu hissələri silərəm. Bir dənə ədəd oxu çəkək. Deməli,
-2, 6, 2, 8. Biri bu hissələri alır, biri bu hissələri alır. Ortaq olduğu hissə haradır? 2, 6 hissəsi. Düzdür? Doğrudur. Şərtdə bir dənə əksiklik odur ki, bizə tam qiymətləri demir, amma əslində tam qiymətləri istəyir. O da ki, neçə olar? 3, 4, 5. Bu qiymətlərin bizə nəyin istəyir? Cəmin istəyir. O da bizə verər 12. Cavabımız oldu 12. Bu da funksiyaya aid maraqlı bir sual idi. Əsas qaydaları bilmək lazımdır. Keçdik 4-cü suala. Bilirik ki, ardıcıllıqda ya ədədi silsilə, ya həndəs silsilə demək olar ki, hər il düşür. Gəlin birinci ədədiyə baxaq. Elə burada nə vermişik? Ədədi silsilə. Həndəs silsilə əlavə etməmişik. Onu da ki, YouTube kanalımızdan bir xeyli videomuz var. Onlarda da keçidib baxa bilərsiniz. Bizə deyir ki, birdən başlayaraq ən azı neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120-dən böyük olsun. Baxın, biz buradan nəyi bilməliyik? Cəm düsturunu bilməliyik. Çünki birdən başlayaraq onları cəmləyəcək. İlk həddimiz A1-imiz neçədir? 1. D-imiz, yəni silsilə fərqimiz neçədir? 1 artdığı olsun, o da 1 olacaq. İndi biz nə yazarıq? S-in düsturunu yazarıq. Tutalım ki, S-in düsturu ağlınıza gəlmir. Əsas düsturu yadda saxlayın. A1 plus AN bölünsün 2 vur N. Sonra bu düsturu açın. A1 plus AN neçədir? A1 plus N minus 1'dir. Bölünsün 2 vur N. İndi buradan S'in düsturunu aldıq biz. 2A1 plus N minus 1 vurulsun D bölü 2 vur N. Bu düstur buradan çıxır. Əlavə qeyd kimi deyim. İndi gəlin tətbiq edək. A1'imiz neçədir? 2 vur 1 plus N minus 1. Bu N'i bilmirik biz. N minus 1 amma D'ni bilirik ki 1'dir. Bölünsün 2'yi vur 1. Böyük olmalıdır 120'dən. İndi gəlin hesablayaq. 2 plus N minus 1. Burada vur N olmalıydı. Bunu bəlkə də qələm yazmayayım. Bəlkə də diqqətimdən qaçıb. N. Bölünsün 2 vur N. Böyükdür 120'dən. Hər tərəfi 2'yə vursaq və elə bu N'ə də vursaq alarıq ki 2N plus N kvadrat minus N böyükdür 240. Buradan alırıq ki N kvadrat plus N minus 240 böyükdür 0. İndi buradan kökləri alsaq N 16, 15. Bu müsbət 16 edər. Bu da mənfi 15 edər. Deməli, hansı qiymətlərimiz oldu? Buradan intervalları qeyd etsək. Mənfi 16, 15. İndi dostlar, gedib 15'i vura bilərsiniz. Amma bu səhv olar. Niyə səhv olar? Çünki biz burada bilməliyik ki, bizdən 120'dən böyük qiyməti istəyir. 15'i qoyduqda avtomatik 120'yə bərabər olacaq. Ona görə burada bizdən mənfi zaten en mənfi ola bilməz. Mənfi hissəni atırıq. Sıfırdan mənfi hissəni atırıq. Bu hissədə 0 qoyduqda görürük ki, mənfi edir. Müsbət edən hissə haradır? Bu hissə. 15'dən böyük müsbət edən hansı hədd var? 16. Cavabımız olur 16. Gəldik trigonometriya mövzusuna. Bu sualda deyir ki 1 minus kosinüs 2 alfa vurulsun 1 minus kotangens 4 alfa bölünsün 1 minus kotangens kvadrat alfa. Bu ifadənin qiymətini tapın. Biz burada nəyi bilməliyik? Birinci gözümüzə kosinüs 2 alfa dəyir. O zaman biz buraya yazmalıyıq ki kosinüs 2 alfanın açılışın. Kosinüs 2 alfa bərabərdir. Kosinüs kvadrat alfa minus sinüs kvadrat alfa. Həmçinin sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa bərabərdir 1'dən yaza bilərik ki, deməli nə yaza bilərik? Yazarıq ki, kosinüs kvadrat alfa bərabərdir 1 minus sinüs kvadrat alfa. Deməli, baxarıq. Bizə kosinüs mü lazımdır, sinüs mü lazımdır? Bizə, bəli, sinüs lazımdır.
Heç nə, sinus lazımdırsa, niyə sinus lazımdır onu hardan bilirəm? Çünki kotangens deməli sinus kosinus böl sinus olacaq. İndi nəyə gətirdiyimi anlayacaqsınız. Gəlin davam edək. Yazarıq ki, buradan o zaman kosinus 2 alfa bərabərdir. Gəlin kosinus kvadrat alfanın yerinə 1 minus sinus kvadrat alfa yazaq. Avtomatik nə olacaq? 1 minus bir dənə də burada çıx sinus kvadrat alfamız vardı. 2 sinus kvadrat alfa. İndi gəlin burada yerinə yazaq. 1 minus kosinus 2 alfanın qiyməti 1 plus artıq olacaq orada. Sinus 2 sinus kvadrat alfa vurulsun. Burada da dostlar nə yazarıq? 1'in kvadratının kvadratı çıxılsın. Kotangensin kvadratının kvadratı. O zaman 1 minus kotangens kvadrat alfa vur 1 plus kotangens kvadrat alfa bölünsün. 1 minus kotangens kvadrat alfa. 1 minus kotangens kvadrat alfalar buradan gider. Buradan 1 çıx 1 gider. Yerdə nə qalar? 2 sinus kvadrat alfa vurulsun. 1 plus kotangens də yazarıq. Kosinus kvadrat alfa böl sinus kvadrat alfa. Buradan deməli nə qalar? Buradan qalar dostlar. Sinus kvadrat alfalar getsə. Baxın, gəlin bu sinus kvadrat alfanı içəriyə vuraq. 2 vurulsun. Sinus kvadrat alfa 1'ə dəydikdə. Buna dəydikdə də yerdə qalır kosinus kvadrat alfa. Sinus kvadrat plus kosinus kvadrat bizə 1 verər. 2 vur 1 cavab olar 2 vur 1 2. Belə bir maraqlı buraxılış sualı idi. O da ki 2020-də buraxılışa düşüb. Sonra gəldik trigonometrik tənliklərə. Deməli, bizə verib ki, kosinus 6x bərabərdir 2 tangens pi bölünsün 8 bölünsün 1 minus tangens kvadrat pi böl 8. Baxın bir dəqiqə. Tangens 2 alfa bərabərdir 2 tangens alfa bölünsün 1 minus tangens kvadrat alfa deyildimi? Toplama düsturundan 2 qat arqumentin düsturunu çıxardırıq. O zaman bu tangens 2 alfanın düsturudur. Yəni tangens pi böl 4'ün. Tangens 45 dərəcə, yəni pi böl 4 bizə neçə verir? 1 verir. Deməli, bizdən istəyir ki, kosinus 6x bərabərdir 1 tənliyini həll edək. Bunu necə tapmaq olar? Koordinat sistemində vahid çevrəni çəkirik. Kosinus xətti bilirik ki, x xəttidir. Biri də burada alır. Biri alır 0 dərəcədə. Yəni 6x bərabər olacaq 0 dərəcə plus neçə dərəcədən bir təkrarlanır. Buradan başladı 180 dərəcə gəldi 360 dərəcədən. Yəni 2 pi'dən 1 təkrarlanır. Deməli bunun dövrü 2 pikadır. 6x bərabərdir 2 pikadan x'ini alırıq. Pi k bölünsün 3. Deməli pi k bölü 3'dən 1 bu təkrarlanacaq. Cavab da pi k bölünsün 3. Burada pi n bölünsün 3. N daxildir. Z də mütləq yazmalıyıq. 2021-də buraxılışa düşüb. 7-ci sualımız loqaritmadır. Loqaritma da çox düşür buraxılış imtahanına. Deməli, deyir ki 9 loqaritma 9 üstü loqaritma 27 əsasdan 3 kök altda 3 plus loqaritma 2 plus kök altda 3 əsasdan 2 minus kök altda 3 ifadəsinin qiymətini hesablayın. Bunu ayrı-ayrılıqda bir dəfə bunu, bir dəfə bunu hesablayaq. Deməli, 9 üstü loqaritma 27 əsasdan 3 kök altda 3. Gəlin bunu necə yazaq? 9 üzəri yazarıq ki, loqaritma 3 üstü 3. Bunu da yazarıq. 3 üstü 2'də 3. 3'ü saldıqda olacaq kök altda 3'ün kubu. O da ki 2'də 3 verər. Gəlin loqaritmanın xəstəsinə əsasən bunu məxrəcə, bunu sürətə çıxardaq. Yazarıq ki 9 üzəri 3 3 böl 2. Bu 2 bilirik aşağıya düşəcək. O zaman bunu elə vur 2 yazarıq. Loqaritma 3 əsasdan 3. Bu zaten 1 verir. Alarıq ki birdən 9 əsasdan bu 3'lər gedər, yerdə qalar 2'də 1. Yəni kök altda 9. Bu da bizə verər 3. Birinci hissənin cavabını 3 tapdıq. Bu aydın məsələ.
İndi keçək ikinci hissə. Maraqlı hissə ikinci hissədir. İkinci hissədə deyir ki, loqaritma 2 plus kök altda 3 əsasdan 2 minus kök altda 3. Ürəyimiz hansını istəsə, qoşmasına vurub bölək. Məsələn, mənim ürəyim istəyir ki, yuxarıdakın qoşmasına vurub bölüm. Yazaram ki, 2 plus kök altda 3 bölünsün 2 plus kök altda 3. Yuxarı bizə verəcək 1. Loqaritma 2 plus kök altda 3 əsasdan 1 bölünsün 2 plus kök altda 3 verər. O zaman bunu da biz yaza bilərik. Loqaritma 2 plus kök altda 3 əsasdan 2 plus kök altda 3 üstü mənfi 1. Mənfi 1 qarşıya çıxsa bunlar 1 verər. Cavabımız oldu mənfi 1. Deməli bizdən 3 plus mənfi 1 cəmin istəyir. Bu da ki bizə 2 verər. Cavabımız oldu 2D variantı. 2020-də buraxılışa düşüb. 8-ci sual ehtimal sualıdır. Bilirik ki, bu sualda hər il buraxılış imtahanına düşür. Yəni ehtimaldan bir sual hər zaman yer alır. Və belə bir maraqlı sual seçmişik. Deyir ki, A parametrinin müxtəlif qiymətlərindən asılı olaraq y bərabərdir ax kvadratik funksiyasının qrafikləri verilmişdir. 2 dənə qrafik seçildikdə əmsalın 0-1 arasında olması ehtimalını tapın. Baxaq görək bu qrafiklərdən hansının əmsalı 0-1 arasındadır. Bilirik ki, əmsal böyük olduqda x-ə kiçik qiymət verdikdə yenə eyni yerə çatar. Əmsal kiçik olduqda isə x-ə böyük qiymət versək eyni yerə çatar. O zaman bu qara xətlə verilmiş x kvadrat funksiyasından içəridə olanlar 1-dən böyük olanlardır. Çöldə olanlar isə 1-dən kiçik olanlardır. Bizə kiçik olanlar lazımdır. Deməli 3 dənə funksiya 1-dən kiçikdir əmsalı. İndi biz bunu 2 üsulla yaza bilərik. Amma ilk öncə bilə bilməliyik ki, hadisənin ehtimalı əlverişli hallar bölünsün mümkün hallardır. İndi gəlin buna əsasən yazaq. Biz neçə funksiya seçirik? Biz seçirik, birinci mümkün hallara baxaq. 8 dənə funksiyadan x-in seçirik, düzdür? Bəli. Bu bizim mümkün hallarımız olacaq. Bunu hesablasaq 8 faktorial bölünsün 6 faktorial vur 2 faktorial. Bu da eləyər 7 vur 8 bölü 2. Yəni bu eləyəcək 28. Əlverişli hallarımız nədir? 3 qrafikdən x-in seçirik. Bu da eləyər 3 faktorial bölünsün 2 faktorial. Bu da eləyəcək 3. Yəni bizim ehtimalımız olacaq 28-də 3. Bu birinci qaydamızdır. Əgər kombinizonda çətinlik çəkirsinizsə, belə də eləyə bilərsiniz. Cavabımız oldu 28-də 3. İndi ikinci qaydada bu olur. Birinci olaraq 8 qrafikdən 3-ü seçilir, düzdür? Birinci ehtimal neçədir? 8 qrafikdən deməli 1-i seçilir. Daha doğrusu 3-ü seçilir. Deməli 8 birinci seçəndə əmsalı 1-dən kiçik olmanın seçməyimizin ehtimalı 8-də 3-dür. İkinci dəfə seçəndə artıq 1-in seçdik. Yerdə qalır 7 qrafik. Ondan da x-in seçsək bizə lazım olanda. Bu ehtimalları vursaq, yəni ard-arda olduğu üçün vurarıq. 8-də 3 vurulsun 7-də 2. Bu da eləyər 6 bölü 56. 2-yə ixtisar etsək, yenə də 3 bölü 28 alarıq. Yəni yeşun cavab olur 3 bölünsün 28. Gəldik 9-cu sual. Bərabərsizlik də çox vaxt düşür. Ona görə bir dənə belə modul bərabərsizlik seçmişik. Bizə deyir ki, bu bərabərsizliyi ödəyən tam əllərin hasilini tapın. Modul bərabərsizliyi açarkən bir dəfə olduğu kimi açırıq. 10 minus 3x kiçikdir 5. Bir dəfə də tərsi ilə açırıq. 10 minus 3x böyük olmalıdır mənfi 5-dən. Çünki mənfi 5-dən kiçik bir şey götürürsək, məsələn mənfi 6. Bu olacaq müsbət 6 və ödəməyəcək. İndi gəlin bunları həll edək. Buradan alırıq ki, 5 böyükdür 3x-dən. X böyük olmalıdır 2 tam, daha doğrusu 1 tam 3-də 2-dən. Bu tərəfdən də alırıq ki, 15 böyükdür 3x. X böyük olmalıdır. Daha doğrusu x kiçik olmalıdır 5-dən. O zaman 1 tam 3-də 2-dən böyük, 5-dən kiçik. Bu neçə eləyir? 2, 3, 4.
Tam həllər bunlardır. Bizdən də tam həllərin hasilini istəyir. 2 vur 3 vur 4 də bizə neçə eləyər? 24. Cavabımız olur 24. Bir dəqiqə. Nə kimi səhvlik elədik ki? Yox, heç bir səhvlik yoxdur. D variantında cavab var. Cavabı görə bilmədim sadəcə. 10-cu sual stereometriya, yəni fəza fiqurlarına bir sual düşür. Deyir ki, müstəvidən 16 sm məsafədə yerləşən nöqtədən bu müstəviyə uzunluğu 20 sm olan bütün mümkün maillər çəkilmişdir. Gəlin o zaman baxaq. Bir müstəvi bizə verib, tutalım ki, bu bizim müstəvimiz olsun. Belə bir nöqtə var. 16 sm-dir. Deyir uzunluğu 20 olan bütün maillər çəkilib. O zaman 1 mail, 2 mail, 3 mail bu nə əmələ gətirəcək? Konus əmələ gətirəcək. Yəni bu səth konusu əmələ gətirəcək. Deyir ki, maillərin əmələ gətirdiyi səthin sahəsini tapın. Konusun yan səthinin sahəsini istəyir bizdən. Onun da hansı düsturda taparıq? S bərabərdir pi r l. Yəni pi bu radius vur doğuran. İndi bizə radius yoxdur. Amma bizə nəyi verib? Bizə verib ki, deməli, bu hündürlüyü verib 16 və doğuranı, yəni bu üçbucaq üçün, bu yaranın düzbucaqlı üçbucaq üçün hipotenuzu 20 verib. Baxırıq 4 vur 4, 4 vur 5. Burada 3 vur 5 olacaq. 3 vur 4 olacaq. Yəni 12 olacaq. Radius 12 oldu. S bərabərdir 12 vur 20 vur pi, o da bərabərlər 360 pi santimetr kvadrat. Cavabımız olur 360 pi santimetr kvadrat. Maraqlı bir sual idi. Gəldik məsələ qurma ilə sual həllinə. Deyir ki, qarajda müəyyən sayda velosipedlər mövcuddur və 3 təkərlikli motosikletlər mövcuddur. Ümumi nəqliyyat vasitələrinin sayı 12-dir. Ümumi təkər sayı isə 29-dur. Qarajda hər bir nəqliyyat vasitəsindən neçə dənə var? X olsun velosiped, Y olsun motosiklet. Və yaxud da elə birbaşa belə yazaq. Velosiped plus motosiklet. Neçə dənədir? 12 dənə. Bəs neçə dənə velosiped təkəri var? Bilirik ki, velosiped 2 təkərlidir. O zaman 2 velosiped. Velosipedin sayı nə qədərdirsə, 2 qatı təkər olacaq. Plus 3 qatda motosiklet təkər olacaq. Çünki 3 təkərlidir. Bu cəm 29-dur. Sistem tənli qaldıq burada. Birincini 2-yə vursaq, alarıq ki, 2V plus 2M bərabərdir 24. 2V plus 3M bərabərdir 29. Tərəf-tərəfə çıxsaq, alarıq ki, M bərabərdir 5. Deməli, 5 motosikl var imiş. 5-i buraya yerinə qoyduqda da 7 velosiped olduğunu tapırıq. 7 velosiped, 5 motosikl. Bizdən də bunu soruşurdu. Son sualımız çoxluqlar sualıdır. Çoxluqlardan da demək olar ki, hər il bir sual düşür, amma çətin düşmür. Sadəcə biz biraz çətin sual seçmişik. Bizə deyir ki, NA bərabərdir 20, MB bərabərdir 14 və birləşməsindəki elementlərin sayı 24 olarsa kəsişməni tapın. 2 dənə Venn diaqramı çəkək. A'dakı elementlərin sayı 20, B'dəki elementlərin sayı 14-dür. Bizə deyir ki, birləşməsində 24 element var. X, Y, Z deyək. Təkcə A'da X, ortaq Y, təkcə B'də də Z. X plus Y plus Z bizə verib 24. Həmsini biz bilirik ki, X plus Y bərabərdir 20 element var bu hissədə. Y plus Z, yəni B'də isə 14 element var. Bunları cəmləsək, alarıq ki, X plus 2Y plus Z bərabərdir 34. Həmsini yuxarıda yazmışdıq ki, X plus Y plus Z də bərabərdir 24. Tərəf-tərəfə çıxsaq, Y alarıq 10. Bizdən nəyi soruşurdu? Kəsişmədəki elementlərin sayı. Kəsişmə ilə Y idi, o da ki 10 oldu. Cavab oldu D variantı. Belə əziz şagirdlər, sizinlə buraxılışa dəfələrlə düşmüş, hər il düşən, yəni əksərən hər il düşən 12 mövzudan 12 buraxılış sualına baxdıq. Bəzilərini blokdan seçmişdik ki, biraz daha çətin olsun. Amma maraqlı və işə yarayacaq suallar idi. Növbəti videolardan xəbərdar olmaq üçün və daha çox dərslərimizdən faydalanmaq üçün kanala abunə ola bilərsiniz. Videonu bəyənməyi unutmayın. Növbəti videolarda, növbəti dərslərdə görüşənədək sağ olun, Allah'a əmanət olun.